Keçmiş əsir Dilgəm Əskərovun oğlu Kürdoğlu Əskərov atasından imtina edib. O, bu haqda moderator Aza açıqlamasında bildirib. Əsirlikdən gələn günündən mənimlə münasibətləri pisdir. Ancaq pul var, dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gəlib gedir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. Bütün işlərimə mane olur. Mənim o adda nə atam yoxdur, nə də valideynim deyə o bildirib. Kürdoğlu bildirib ki, artıq münasibətləri dözülməz dərəcəyə çatıb və o öz ailəsi üçün sığınacaq istəyir. Mən səhər tezdən bazara fəhləliyə gedirəm. Əlində balta girir içəri. Ailəmin, uşaqlarımın həyatı təhlükədədir. Şəmkir rayon polis idarəsinə müraciət edib video görüntüləri təqdim etmişəm. Polis də deyir ki, ver məhkəməyə. Mənim pulum hardandır? Onun mənə bir çöpü də lazım deyil. Gəlib üstümə düşüb deyir ki, mən əsirlikdən qaydanda nazirlər sənə pul verib, sən onları xərcləmisən. Kimsə mənə pul veribsə, çıxıb desin. Hansı nazir verib? Atamla qardaşımın gözünü dünya malı doyuzdurmur. Bir evim var, onu da verib onlara çıxıram. Dövlətdən sığınacaq istəyirəm ki, 3 körpə övladımı bir yerə çıxarım. Belə yaşayış olmur. Bu insandan ötürü mən 7 il əziyyət çəkdim. Avropa Şurasına qədər gedib çıxdım. Fransaya, ATƏT-in Minsk qrupuna qədər müraciət etdim. Türkiyədə, Gürcüstanda tədbirlərdə iştirak etdim. Bu insan ancaq pul fikirləşir. Mən Dilgəm Əskərovun yaşadığı kənddən çıxmaq istəyirəm. Məni ölümlə hədələyirlər. Özüm cəhənnəmə, uşaqlarım üçün qorxuram. Aidiyyatı qurumları mənə kömək etməyə, sığınacaq verməyə səsləyirəm deyə o bildirib. Qeyd edək ki, Dilgəm Əskərov və Şahbaz Quliyev 2014-cü ildə erməni silahlı qüvvələri tərəfindən girov götürülsə də 2020-ci ildə onların Bakıya gətirilməsi təmin edilmişdi.